السلام عليكم ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الذي جعل الدعاء مفتاحا لرحمته ووسيلة للفوز بقربته، والصلاة والسلام على أشرف بريته سيدنا ونبينا محمد. اللهم صل على محمد وآل محمد وآله سيما بقية الله في أرضه، ولعن الدائم على أعدائهم أعداء الله إلى قيام يوم لقاء الله. اللهم عجل فرجهم وانصر شيعتهم وأهلك أعداءهم من الأولين والآخرين. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə eləyirəm. Allah Teala cümə gününün xeyrindən, bərəkətindən inşallah hər birimizi bəhrəmənd eləsin. Allah Teala mübarək Şaban ayını hər birimiz üçün xeyirli eləsin. Şaban ayı aylar içərisində fəzilətli olan aylardandır. Həmd olsun Allaha ki, Allah Teala bizim ömrümüzə Şaban ayının bu ilk günlərini həbd o zəbt eləyib. Rəcəb ayını biz geridə qoyduq və Şaban ayı aylar içərisində yeganə aydır ki, Şaban ayında ən çox təvəllüdlər, mövludlar var. Bu ayda heç bir şəhadət yoxdur. Şaban ayının fəzilətləri barədə bir neçə söz, kəlmə deməmişdən əvvəl bir müqəddimə ilə diqqətinizi bir müqəddiməyə çəkmək istəyirəm. Həmin müqəddimə iman barəsindədir. Və iman haqda əsasən iki mətləb insanların diqqətini cəlb eləyir. Birincisi, insanda imanın yaranmasına səbəb olan amillər bunlarla bağlıdır. İkincisi, insanın imana, dinə, mənəviyyata yönəlməsinin səbəbi nədir? İnsanın daxilindəki fitrətindəndir, yoxsa xaricdə olan amillərdəndir? Bu çox geniş bir bəhsdir. Bu haqda danışmayacağıq. İkinci mətləb isə imanın faydası və nəticəsi barədədir. Ki, imanın insana olan faydası nədən ibarətdir və eyni zamanda imanlı olan şəxsdə nə baş verir? Bunun nəticəsində nələr baş verir? Əsasən müqəddimədə bu ikinci məsələyə diqqət edəcəyik. Bəziləri belə deyirlər ki, iman insanın əlində olan bir sərmayədir. Sərmayə o deməkdir ki, əgər o insanın əlindən çıxsa, insan çox böyük bir fürsəti və müvəffəqiyyəti əlindən vermiş olur. Bəziləri deyirlər ki, iman sərmayədir, kim onu əlindən versə, böyük bir fürsəti, böyük bir uğuru, böyük bir müvəffəqiyyəti əlindən vermiş olur. Əgər deyir, onu əlindən saxlaya bilsə, çox böyük uğurlara nail olar. Sərmayə kəlməsi, məsələn, doğma dilimizdə geniş şəkildə istifadə olunur. Amma biz bunu çox vaxt iqtisadi baxımdan istifadə edirik. İqtisadi məsələlərlə əlaqədar bu kəlməni, bu termini işlədirik. Amma bu sözü həm iqtisadi, həm ictimai, həm əxlaqi, həm də mənəvi məsələlərlə bağlı istifadə eləmək olar. Bəziləri isə imanı sərmayə hesab eləmirlər. Məsələn, mərhum Mürtəza Mütəhərri deyir ki, iman sərmayə deyil, iman sərbardır. Sərbar nədir? Sərbar ağır bir yükə deyərlər. Ağır bir yükə deyərlər. Sərbar kəlməsini sərmayə kəlməsinin əksi mənasında da işlədirlər. Sərbar kəlməsini.
Deməli, iman insan üçün zəhmətdən savayı başqa bir şey deyil. Əgər bu yük insanın boynundan götürülsə, şübhəsiz ki, insan başlayar rahatlaşmağa. Bu, bəzi alimlərin fikrinə görə budur. Bu fikir ayrılığı qədim dövrdən indiki dövrə qədər ta davam edir İslam alimləri arasında ki, iman sərmayədir, yoxsa sərbardır. Bu haqda, belə deyək, müxtəlif nəzərlər var. Sərmayə deyəndə həmçinin sağlamlıq, əminəmanlıq, mal, dövlət, elm, ictimai ədalət də bu sərmayənin içərisində nəzərdə tutulur. Eyni zamanda insanın həyat yoldaşı, salih insan olsa, bu da böyük sərmayədir. Əgər insanın salih övladı olsa, yenə də böyük sərmayədir. Əgər insanın ağıllı, vəfalı və səmimi bir dostu olsa, insan üçün bu da sərmayədir. Özü də böyük sərmayələrdəndir. Bunların hamısı insan üçün sərmayə sayılır. Bunlardan hər hansı biri olmasa, insan həyatında nöqsan yaranar. Hətta bunlardan bəzisinin olmaması, daha doğrusu, insanı bədbəxtliyə düçar eləyər. Burada bir dənə mətləbə də diqqət eləmək lazımdır. İnsanlar maddi sərmayəni çox tez anlayırlar, çox tez başa düşürlər. Amma bəziləri mənəvi sərmayələri o qədər də asanlıqla başa düşmür və yaxud da qəbul eləməyə istəmir, qəbul eləyə bilmirlər daha doğrusu. İnsan bəzən maddi sərmayələri toplamaqda həddini aşır, yəni ifrata varır da. Məsələn, bilir ki, mal, sərvət, hamısı bunlar bir dənə sərmayədir. Onu əldə etmək, toplamaq üçün insan özünü belə deyək, həlak eləyir. Lakin mənəvi sərmayələrin toplanması məsələsində süslük göstərir. İnsan maddi sərmayəyə can atır, hətta özünü həlak eləyir, amma mənəvi sərmayələri toplamaqdan ötürü süst olur, süslük çəkir. Amma mənəvi sərmayəni həm ağıllı insanlar tövsiyə eləyiblər, həm də onların sözünə qulaq asan adi insanlar tez başa düşürlər, tez anlayırlar. Məsələn, Həzrəti Əli əleyhissalamın bir dənə hədisi var. Buyurur ki, husnul xulq xeyru rafiq. Deyir, gözəl əxlaq insanın ən yaxın dostudur. Həzrəti əleyhissalamın hədisi var. Bu sözə qulaq asan insan başa düşür ki, əxlaq sərmayədir. Gözəl əxlaq insanın ən yaxın dostudur. Nə deməkdir? Yəni, bu sözü eşidən insan başa düşür ki, əxlaq insan üçün bir dənə sərmayədir. Burada əxlaqın sərmayə olmasını Həzrəti Əli əleyhissalam biz onun sözündən başa düşürük. Burada əsas bəhsimiz, əsas söhbətimiz bundan ibarətdir ki, iman da bir sərmayədir. Bəzən insan imanın sayəsində, imanın nəticəsində böyük nailiyyətlər, sağlamlıq və uzun ömür əldə eləyir. Lakin bunların məhz imanın nəticəsində mümkün olduğunu biz anlaya bilmirik. Bəzən insan görür ki, səhhəti yaxşıdır, dolanışığı yaxşıdır, güzaranı yaxşıdır. Deyir, bunlar hamısı insanda olan imanın göstəricisidir, inanmağın göstəricisidir. Biz elə bilirik, başqa-başqa səbəbləri var bunların. Deyir, yox, bunların hamısının birbaşa olaraq imanla əlaqəsi var. İnsanda iman var deyənə bunlar baş verir. Diqqət eləyin. Bəzən insan görürsən ki, deyir, ziyanı uğrayır. Sağlamlığını, həyatın şirinliyini əldən verir. Qorxu içərisində güzaranını keçirdir. Özü və ailəsi pis, acınacaqlı bir şəraitdə belə deyir, yaşayır. Lakin bütün bunların hamısının imansızlıqla bağlı olduğunu anlamırlar. Bəzən görürsən, ziyan içərisində deyil, güzaranı yaxşı deyil, ailəsinin, özünün şəraiti yaxşı deyil. İnsanlar başa düşmürlər ki, bu imansızlığın nəticəsindədir. İmansızlığın nəticəsindədir. Bəzən insanlar belə deyə nəticəni görürlər. Lakin bütün baş verənlərin imandan və yaxud da imansızlıqdan qaynaqlandığını başa düşmürlər. İmanın sərmayə olması bəllidir. Amma daha mühüm məsələ budur ki, iman olmadan digər sərmayələrin də heç bir faydası və heç bir etibarı yoxdur. Yəni, iman olmasa, digər sərmayələrin heç bir xeyri yoxdur insana. Məsələn, dedik ki, əxlaq insan üçün bir sərmayədir.
Deyir, amma iman olmadan yüksək əxlaqa sahiblənmək mümkün deyil. Bir şəxsin imanı olmasın, yüksək səviyyədə əxlaqı olsun, deyir, qeyri-mümkündür bu. İman əxlaqın bünövrəsidir. Yuxarıda, məsəl üçün, bundan əvvəl biz sərmayələr saydıqda, dedik ki, məsəl üçün, insan üçün maddi sərmayələrdən başladıq saymağa. Amma əxlaqi, belə deyək, keyfiyyətlərin də bir neçəsini nümunə gətirmək olar ki, onlar da sərmayə sayılır. Məsəl üçün, iffət, ismət, əmanətdar olmaq, doğru danışmaq, sülhpərvər olmaq, ondan sonra ehsan eləmək, ədalətli olmaq, ədaləti müdafiə etmək, bəşəri hüquqlara riayət eləmək. Bunlar hamısı əxlaqi keyfiyyətlərdir, eyni zamanda da sərmayələrdir bizim üçün. Bu əxlaqi keyfiyyətləri dünyada yaşayan bütün millətlər qəbul edirlər və çox müqəddəs sayırlar. Bu saydıqlarımız iffət, ismət, doğru danışmaq, nə bilim, ədalətli olmaq, ədaləti müdafiə eləmək. Heç bir yerdə görünməyib ki, kimsə zülmün yaxşı olduğunu, ədalətin pis olduğunu desin. Heç yerdə yoxdur. Hamı deyir ki, zülm pisdir, ədalət daha yaxşıdır. Hətta ən zalim insanı da durub danışdırsın, o başlayacaq ədalətdən danışmağa. Ən zalim insanı da. Ona görə də iman əxlaqın bünövrəsidir. İman olmadan əxlaqın mövcudluğu mənasız bir şeydir. İman olmadan əxlaqdan danışmaq, zalim adamın ədalətdən danışmağı kimi bir şeydir. İmansız əxlaq, elə bir ki, zalim zülm əhli durur ədalətdən danışır. Onun heç bir faydası yoxdur. Əxlaqın o zaman mənası olur ki, insanın Allaha, Həzrəti Peyğəmbərə və qiyamət gününə imanı olsun. Allaha, Həzrəti Peyğəmbərə, məada və qiyamətə imanı olmasa, əxlaqın da heç bir mənası olmur. Dəlili nədir? Dəlili budur ki, insan həmişə iki yol ayrıcındadır. Həmin iki yoldan biri budur ki, insan özünü, mənfəətini düşünür. Birinci yol budur. Özünü düşünür insan, bir də öz mənfəətini düşünür. Yalnız ona mənfəətli olan şeyləri başlayır sevməyə. Məsələn, bir nə deyirsən ki, filan şeylər, deyir, orada mənim mənfəətim nədir? O mənfəəti mənə başa sal, mən onu eləyim. Ona görə də insan bu cürdür, mənfəəti olan şeyləri güdür. Mənfəəti olmayan şeyləri isə insan istəmir tanısın. Onun insanın düşüncəsində əsas o mənfəətdir. İkinci yol isə bundan ibarətdir. İnsan yalnız Allaha ibadət eləyir, Allahı qəbul eləyib, yalnız Allahla ibadətə məşğuldur. Əgər insan hər hansı bir əxlaqi dəyərdən birinə riayət eləmək istəyirsə, bunun da şərti var. Bunun şərti bundan ibarətdir ki, öz mənfəətindən keçməlidir. Məsələn, əmanətdarlıq, bir adam əmanətdar insandır. Əmanətdarlıq əxlaqi dəyərlərdən biridir. Buna əməl eləmək, bunu həyata keçirmək istəyən kəs öz mənfəətini düşünsə, ona verilən əmanətin onda olduğunu başlayacaq inkar edəcək. Yox, əgər Allaha inansa, əmanətə xəyanət etməyəcək və onun başlayacaq sahibinə qaytarmağa. Hədislərdə belə bir məsələ var, nəql olunub ki, iman əmanətdar olmaqdır. Əmanəti vaxtında sahibinə qaytaran şəxs öz mənfəətindən keçir. İnsan əxlaqı riayət eləməklə, mənfəətindən keçməklə məhrumiyyəti qəbul edir. Sual yaranır ki, insan mənfəətindən keçərək, insan nə üçün ümumiyyətlə məhrumiyyəti qəbul edir? Birinci sual budur. İnsan niyə görə məhrumiyyəti qəbul edir? Bunun cavabı var. Bunun cavabı ondan ibarətdir ki, insan mənfəətindən keçərək məhrumiyyəti o vaxt qəbul edir ki, ondan daha böyük bir mənfəət əldə eləsin. Bir söz var, deyir, filan şey gələn yerdən filan şey əsirgəməzlər. Qaz gələn yerdən toğu əsirgəməzlər məsələ vardır bizdə. Deyir, insan o vaxt məhrumiyyəti seçir ki, indi hal-hazırda əldə elədiyi mənfəətdən daha böyük bir mənfəət əlinə keçəcək.
misal çəkir. Nəyi misal çəkir? Məsəl üçün, deyir ki, Həzrət Peyğəmbərin də belə hədisi var da, deyir ki, kim gözünü naməhrəm xanımdan saxlasa, qiyamətin günü cənnətdə Allah Taala ona hurilərə baxmağı nəsib eləyər. İndi kimsə axirət mənfəətindən keçir, bu dünyada baxır naməhrəm xanıma, o axirətdəki mənfəətdən məhrum oldu. Kimsə də özünü bu dünyada saxlayır, məhrum eləyir daha böyük mənfəətdən ötürü. Bir dənə surə və Qur'an-ı Kərimdə deyir ki, "Vasbir fa innallaha la yudi'u ecral muhsinin." Səbr et və dözümlü ol ki, həqiqətən Allah yaxşılıq edənlərin mükafatını zayi eləməz. Ən kiçik əməllər belə əvəzsiz qalmır və onların bir neçə bərabərində savab olur. Bir digər ayədə Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu kunu qawwamin bil qisti şuhada lillahi walau ala anfusikum evil valideyni vel aqrabina." Ey iman gətirənlər, bütün işlərinizdə, hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına da olsa belə, özünüzün, ata-anavuzun, qohum-əqrabavuzun, yaxınlarınızın ziyanına da olsa belə, həmişə tam şəkildə ədalətə əsaslananlardan və Allaha görə şahidlik edənlərdən olun. Öz ziyanınıza da olsa, ata-anavuzun da ziyanına olsa, yaxınlarınızın da ziyanına olsa, tam şəkildə ədalətə əsaslananlardan və Allaha görə şahidlik olanlardan olun. Sonra buyur ki, "İn yakun ganiyan aw faqiran fallah awla bihima fala tattabi'ul hawa an ta'dilu wa in talwu aw tu'ridu." Buyurur ki, əgər Allah onlara daha layiqdir. Deyir, əgər dava edən tərəflərdən biri imkanlı olsa, ya yaxud da yoxsul olsa, Allah onlara daha layiqdir. Buna görə də nəfsani istəyə tabi olmayın ki, haqdan üz çevirərsiniz. Əgər nəfsünüzə tabi olsunuz, haqdan üz çevirəcəksiniz. Allah Teala bunu deyir. Bu ayə insana ziyanı qəbul etməyi tövsiyə eləyir. Bir başqa ayədə Allah Teala buyurur ki, "Ya eyyuhellezine amenu kunu qawwamina lillahi şuhada bil qisti ve la yecrimennekum şen'anu qavmin ala alla ta'dilu i'dilu." Ey iman gətirənlər, həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun. Hər hansı bir dəstə ilə düşmənçilik eləsiniz, hər hansı bir dəstə ilə düşmənçiliyiniz sizi ədalətsizliyə vadar eləməsin. Ədalətli olun. İ'dilu huwa aqrabu lit-taqva vettaqullah innallaha xabirun bima ta'malun. Ədalətli olun ki, o təqvaya daha yaxındır. Ədalətli olmaq təqvaya daha yaxındır. Təqvalı olun. Həqiqətən Allah sizin etdiklərinizdən xəbərdardır. Ayədə buyurulan məsələlər var. O zaman mümkündür ki, insan öz mənfəətini Allaha və ona Allaha pərəstiş etməsi yolunda naminə fəda eləsin. Bir dənə də məsələyə diqqət yetirək. Biz dedik ki, iman olmasa əxlaqın mənası yoxdur. Bu sözün həqiqət olmasına Qur'anda dəlil var, deyir, bəli, dəlil var. Tövbə surəsi 109-cu ayədə Allah Teala buyurur ki, "Əfəmən əssəsə bunyanahu alə təqva minallah və ridvanin xayrun əmmən əssəsə bunyanahu alə şəfa cürfin hərin fənhəra bihi nari cəhənnəm." Allah Teala Qur'an ayəsində buyurur ki, buna görə də
öz dininin təməlini ilahi təqva və onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın cəhənnəm oduna yuvarlandıracağı şəxs? Bir hansı yaxşıdır? İşlərini təqva üzərində quran şəxslər yaxşıdır, yoxsa onlar ki, sonradan bir nəticə əldə edirlər, təqva üzərində iş qursalar, yoxsa işlərini təqva əsasında qurmayan, bu zaman da ayaqlarını uçurumun kənarında qoymuş şəxslər. Deyir, bunlar özlərini cəhənnəmə yuvarlandırırlar. Həmin o təqva üzərində iş qurmayanlar. Səbəbi isə Ənkəbut surəsindədir. Allah Teala bu ki, "Məsəlul-ləzīnə ittəxəzu min dunillah əvliya kəməsəlil ənkəbut ittəxəzət beytən və innə əvhənəl buyut li beytul ənkəbut." Allahdan başqa və onun müqabilində özlərinə hami, yəni müdafi eləyən, qol-qanad çıxan, hami. Deyir, kim ki Allahdan başqa özlərinə hami və yardımcı qəbul edən kəslər, onlar ki Allahdan başqa bu digərlərini özlərinə hami tutublar, deyir, onlar özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Onların ki, deyir, hamisi Allah deyil, digərləridir. Deyir, onlar bənzəyirlər özünə yuva qurmuş hörümçəyə. Ayədir bu. Sonra arxasıca buyurur ki, "Əl-buyut li beytul ənkəbut." Deyir, şübhəsiz evlərin ən zəifi hörümçəyin evidir. Dağılır, tez dağılır. Nə deyir bu ayə? Yəni, demək istəyir ki, Allahdan başqasına söykənmək olmaz. İmanı olmayan ədalətdən, təqvadan, əmanətdarlıqdan, əxlaqdan danışar imanı olmayan. Amma onun əməlinin nəticəsi və davamiyyəti olmaz. Çünki iman yoxdur. İman, belə deyək, hamısının bünövrəsidir. Bu insanlar dünyaya görə, müəyyən işlərə görə danışarlar. Amma dar ayaqda, o dar gündə dedikləri fikirləri, belə deyək, danarlar. Amma başa düşmürlər ki, bir qrup insanı aldatmaq olar. Amma digərləri, onun da vaxtı var. Digərlərini aldatmaq olmaz. O da bir müddət çəkir, belə deyək. Deməli, məsələnin bünövrəsi, nəticəsi belə oldu. Əvvəldə bu idi ki, iman sərmayədir, bu haqda danışırdıq və imanın nəticəsi və faydası nədən ibarətdir insana. İman həm sərmayədir, həm də əxlaqın bünövrəsidir. Əgər iman olmasa, əxlaq, belə deyək, başa çatmayacaq və insan bir nəticə də əldə eləməyəcək. Avropalı alim və mütəfəkkirlərdən biri yazır, deyir ki, iman elə bir şeydir ki, insan onunla yaşayır. İman insanın əlində olan böyük bir sərmayədir. Bəs imanın sərmayə olması Qur'anda dəlili var, deyir, bəli, var. Allah Teala möminlərə xitab edir Qur'an-ı Kərimdə, deyir, "Ya eyyuhəl-ləzīnə əmənu, həl ədullukum ələ ticarətin tuncikum min əzabin əlim." Ey iman gətirənlər, sizə elə bir ticarət yolu göstərinmi ki, sizi ağrılı əzabdan qutarsın? Tu'minunə billahi və rəsulih. Allah və onun rəsuluna iman gətirin. İstəyirsiniz ki, sizə bir ticarət göstərim ki, əzabdan qurtarasınız? Allah və onun rəsuluna iman gətirin. Əgər Allaha və Həzrət Peyğəmbərə iman gətirirsiniz, qalan məsələlər öz yerini tapacaq. Bu imanın bir faydasıdır. İmanın ikinci faydası budur ki, insanın daxili aləmi sanki bir mübarizə meydanıdır. Nəfs ilə ağıl daim insanın o, belə deyək, bədənində mübarizədədir. İnsan nəfsinə qalib gəlsə, bu əlbəttə ki, çox gözəl xüsusiyyətlərdəndir.
Nəfslə mübarizə aparmağın dinlə belə deyə heç bir bağlılığı yoxdur. Elə din olmasaydı da ağıl sahibləri, insanlar oturub düşünsələr, görürlər ki, elə nəfslə mübarizə hər halükarda belə deyə vacibdir. Amerikalı alimlərdən biri var, o deyir ki, insanın 3 mühüm düşməni var. Onlar deyir, ana. Deyir, 3 dənə mühüm düşməni var. Biri deyir, təbiyyətdir. Biri təbiyyətdir. Soyuq, isti, hava soyuq olur, isti olur, xəstəliklər olur. Bu kimi şeylər. İnsan daim onlarla deyir, mübarizə aparır. Elə də. İnsan bunlarla mübarizə apara-apara həm də mövcud problemlərin belə deyə əlacını axtarıb tapır. Məsələn, istiyə bir əlac, soyuğa bir əlac, məsafir xəstəliyə bir əlac. Düzdür? İkinci düşmən deyir, başqa insanlardır. Başqa insanlardır. Tarix boyu deyir, müharibələr baş verib. Müharibələr olub. Bir ölkə digər ölkə hücum eləyib. Bir insan digər insanla döyüşüb. İnsanlar bu sahədə də deyir, xeyli irəliləyiblər. Müxtəlif silahlar ixtira eləyiblər. Bu da ikinci düşmən. Üçüncü düşmən də insanın özünün deyir, nəfsidir. İnsanın özünün nəfsidir. Deyir, qeyd olunan o 2 düşməndən daha təhlükəli olanı yenə də insanın öz daxilində olan nəfsdir. Əgər insan ona qalib gəlsə, çox şey əldə eləmiş olar. Deyir, Həzrət Peyğəmbər deyir, bir qrup döyüşçünü deyir, müharibəyə göndərdi. Müsəlmanlar deyir, qəlbə çaldılar, qayıtdılar dala. Deyir, onların gəlişi Həzrət Peyğəmbərə xəbər verdilər ki, ya Rasulullah, göndərdiyin dəstə qalib olaraq qayıtdılar. Həzrət Peyğəmbər deyir, onlara çıxdı qarşılamağa. Onların deyir, bəzisi yaralı idi, bəzisi yorğun halda şəhərin girəcəyində Allahın Rəsulu ilə qarşılaşdılar. Onlar Həzrət Peyğəmbəri görəndə sevindilər. İslam Peyğəmbəri deyir, onlarla görüşdü, buyurdu ki, Mərhəbən bi qavmi qadavul cihadil əsxər və səyəti əqvamun yəqdunəl cihadəl əkbər. Mərhəba olsun kiçik cihadı qələbə ilə başa vuranlara. Qayıdıb sonra deyir ki, ümid eləyirəm ki, yaxın gələcəkdə bir qrup insan böyük cihadı da qələbə ilə başa vuracaqlar. Onlar da Həzrət Peyğəmbərin bu sözündən təəccübləndilər, qayıtdılar ki, ya Rəsulullah, böyük cihad nədir? Həzrət Peyğəmbər bu ki, nəfslə mübarizə. Vuruşublar, əl-qalın tərin içində, bəziləri yaralı, bəziləri yorğun halda gəliblər. Peyğəmbər ki, kiçik cihaddan qayıdanlara salam olsun. Ümid eləyirəm ki, bu qrup dəstə insan gələcəkdə böyük cihadda da qalib gələcəklər. Təəccüblənirlər, deyir, o nədir, böyük cihad nədir? Qayıdır ki, nəfsünüzlə mübarizə aparmağımız. Ona görə də hər bir insanın, hər bir xüsusən gəncin qarşısına bir günah çıxanda, məsəl üçün, naməhrəm çıxdıqda Həzrət Peyğəmbərin sözlərini xatırlayır, məsəl üçün, başını aşağı salır, deyir, o günaha tərəf getməsə, Allah Teala yerin mələklərinin sayı qədər ona savab yazar. Bir gənc insandır, nəfsinin istəməli vaxtı, nəfsi istəyir, naməhrəm çıxır yola, baxmasa deyib, başını salsa, Allah Teala deyib, mələklərinin sayı qədər ona savab yazar. Deyir, əgər insan qarşısına çıxan haramlara göz yumsa, yaxud haram müəyyən haramlardan çəkinsə, özünü saxlaya bilsə, bu elə nəfsinə mübarizədir. Bir günlərin bir gündə şəhərlərin birində bir nəfər taksi şoförü işləyir, bir dənə sərnişini olur, bu sərnişini müəyyən yerdə, müəyyən məntəqəyə aparmalıdır. Deyir, bu sərnişinin küllü miqdarda pulu qalır orada, çantanın içərisində. Deyir, taksi sürücüsü axtarır, tapır onun yiyəsini, aparır, qaytarır ona. Deyir, sonra jurnalistlər sual verirlər. Bu məsələ böyüyür, bilir ki, filan kəs, filan qədər. O şəhərdə böyük bir maraq yaradır. Gəl, sual verirlər həmin sürücüyə. Deyir ki, pulun yiyəsi sənə tanımırdı.
Sən deməsəydin, heç kim səni tanımayacaqdı. Bəs niyə görə o pulu qaytardın? Sual verirlər buna. Deyir, o bir dənə belə bir cavab verir. Deyir ki, onlar bilmirdilər. Amma daim mənimlə olan və məni həmişə görən bilir axı. Allah'ı işarə edir. Onlar bilmirdilər, amma həmişə mənimlə olan bilir axı. Sədi bilirsiniz də, Sədi yazır ki, deyir ki, bir hikmət sahibindən Həzrət Peyğəmbərin buyurduğu sənin ən qatı düşmənin daxilindəki nəfsündür sözü, kəlamı barədə soruşdum. Deyir, həmin o hikmət sahibi belə cavab verdi. Nəfsdən başqa kimə yaxşılıq eləsin? Diqqət elə. Nəfsdən başqa kimə yaxşılıq etsin, o səninlə dost olar. Lakin nəfsə hər nə qədər yaxşılıq eləsin, bir o qədər də sənə düşmən olacaq. Nəfsünə deyil, nə qədər yaxşılıq eləsin, nə qədər o istəyəni versin ona, yaxşılıq elə, o qədər də onun tələbi başlayacaq artmağa. O qədər də tələbini artıracaq. Deyir, ona görə də Həzrət Peyğəmbər buyurur ki, insanın ən qatı düşməni daxilindəki nəfsidir. Deməli, buradan belə bir nəticə əldə edilir ki, iman həm nəfsani istəklərə nəzarət eləyir, həm də onu nəzarət altında saxlayır, həm də insanın əxlaqi keyfiyyətlərini qoruyub saxlayır və onu idarə eləyir. Əgər iman olmasa, həm nəfs insanı uçuruma aparar, həm də əxlaqın heç bir insan üçün heç bir mənası olmaz. Allah Teala bizlərə buyurur ki, Rəcəb ayı, Şaban ayı, Ramazan aylarında, Zilhiccə ayının ilk 10 günündə, Qədr gecəsi, Rəcəb ayının 27-sində və hər həftənin cümə axşamı rəhmət, bərəkət və hidayət qapıları açıqdır. Əlbəttə, həmişə Allahın o, belə deyək, bizə nəzəri var. Amma bu aylarda, bu günlərdə xüsusi olaraq. Ona görə də bu aylar əxlaqımızı düzəltməkdə, nəfsimizlə mübarizə aparıb, onu cilovunu əlimizdə saxlanmağa, belə deyək, təminat verir. Şaban və Ramazan aylarında insanın imanı güclənir və bunun nəticəsində digər əxlaqi dəyərlər də başlayır hasil olmağa. Şaban və Ramazanın nə olduğunu başa düşməyən, bilməyən insanlar özlərini başqa canlılara qoşmuşlar. Belə bir söz var. Onlar necə oldu elə? Onlar üçün heç bir fərqi yoxdur, bunun üçün də heç bir fərqi yoxdur. Həzrət Peyğəmbər buyurur ki, Şaban ayının ilk günü Allahın əmri ilə cənnətdəki Tuba və cəhənnəmdəki zəqqum ağacının budaqları insanlara sarı tərəf yönələrlər. Cənnətdə Tuba ağacı, cəhənnəmdə zəqqum ağacının budaqları insanlara tərəf yönələrlər. İnsanlar ağacların hansından istəsələr, ondan da tuta bilərlər. Hansı ağacın budağından tutmaq istəsələr, tutacaqlar. Zəqqum ağacı insanları cəhənnəmə, Tuba ağacı isə insanları cənnətə aparar. Həzrət Peyğəmbər Tuba ağacının budaqlarının adı barədə sual verirlər Həzrət Peyğəmbərə. Deyib belə cavab verir. Deyir ki, müstəhəb olan namazlar Tuba ağacının bir dənə budağıdır. Müstəhəb oruclar onun bir budağıdır. İki küsmüş mümini barışdırmaq onun bir budağıdır. İnsanın öz ata-anası ilə küslü olduğu təqdirdə onlarla barışması və onlara nəvaziş göstərməsi onun bir dənə budağıdır. Deyir, əgər valideyn kafir olsa belə, yenə də insan onun qapısına getməlidir. Niyə görə? Deyir, çünki ana gecələr yatmayıb övladına, üzr istəyirəm, süd verir. Valideyn övladın üstünə qışqırsa da, döysə də, hisslənsə də, bunlar olsa da belə, övladın onların üzünə ağ olmasına deyir, ixtiyarı yoxdur. Deyirlər ki, bir dənə bir ata, oğlu namaz qıldığına görə onunla yola getmir. İbadət əhli olur oğlu, onunla yola getmir. Atasının onu incitməsinə baxmayaraq, o yenə də atasına hörmətlə yanaşır. Və ona məhəbbəti azalmır. Öz atasına məhəbbəti azalmır. Oğul deyir, bir gün deyir, şəhərdən kənara gedir başqa yerə, qohumlarının evinə. Qohumları ilə deyir, söhbət əsnasında atasından deyir, ona zəng gəlir.
Zəng gələndə oğul qalxıb ayaq üstə ilə atası ilə başlayır söhbət eləməyə, telefonda danışmağa. Danışır. Deyir, orada olanlar, evdəkilər soruşurlar ki, niyə ayaq üstə söhbət elədin? Deyir, oğlan cavab verir. Deyir, çünki atamla söhbət eləyirdim. Atamı etiram naminə ayaq üstə dayanmışdım. Deyir, bir müddət keçir. Həmin deyir, məclisdə olan adamlardan biri bunun atası ilə rastlaşır. Qayıdır, deyir ki, əhsən sənə, gözəl oğul tərbiyə eləmişsən. Oğlun səninlə deyir, telefonla danışanda sən ehtiramına xatir qalxıb ayaq üstə söhbət eləyirdi. Deyir, oğlanın atası bu sözləri eşidəndən sonra deyir, çox təsirlənir və dərin fikrə gedir. Elə həmin hadisədən sonra ata yavaş-yavaş başlayır namaz qılmağa, ibadət eləməyə. Görürsünüz, bir dənə məhəbbət yaratmaq bir qığılcım məsələdir. Sonra deyir ki, borcu ödəmək tuğba ağacının budaqlarından biridir. Borclu olan şəxs borclarını ödəməkdə çətinlik çəkirsə, ona möhlət verilməsi bu ağacın budaqlarından biridir. Yetimlərə, ehtiyacı olanlara kömək etmək tuğba ağacının budaqlarından biridir. Qur'an oxumaq, xəstələri ziyarət etmək, dəfində iştirak eləmək, möminin abrını qorumaq tuğba ağacının budaqlarından biridir. Bunların əksi isə zəqqum ağacının budaqları hesab olunur. Nə saydıq indiyə qədər? Bunların əksi zəqqum ağacı. İslam Peyğəmbəri sonra buyurdu ki, mən indidən həm o ağacları görürəm, tuğba ağacını görürəm, həm də zəqqum ağacını görürəm. Həm o ağacları görürəm, həm də o ağacların budaqlarından yapışanları görürəm. Peyğəmbər deyir. Zəqqum ağacından yapışanlar cəhənnəmə, tuğba ağacından yapışanlar isə cənnətə gedir. Həzrət Peyğəmbər Şaban ayının fəziləti barəsində belə buyurur. Deyir, ərşi daşıyanlar bu ayı çox möhtəşəm və əzəmətli tutur və onu layiqincə tanıyırlar. Şaban ayı deyir, elə bir aydır ki, möminlərin Ramazan ayı üçün olan ruzləri çoxalıb orada təyin olunur. Bu ayda cənnətlər bəzənir. Hər bir yaxşı əməlin savabı 70 bərabər artırılır. Əzəmətli olan Allah bu ayda öz bəndəsi ilə fəxr eləyir. Öz ərşindən oruç tutub gecə namaz qılanlara nəzər edir. Ərşin əhli yanında həmin bəndələri ilə Allah Teala deyir, fəxr eləyir. Sonra Həzrət Peyğəmbər buyurur ki, Şaban ayında Allahın əmri ilə hər cümə axşamı göylər bəzənər. Allah'a əmr eləyər, Şaban ayının hər cümə axşamında, dünən gecə məsəl üçün, Allah Teala əmr eləyər, göy bəzənər. Mələklər deyir, dua eləyərlər. Mələklər dua eləyərlər. İlahi, bugün oruç tutanların oruclarını qəbul elə. Mələklər dua eləyərlər. İlahi, bugün oruç tutanların etdiyi duaları da qəbul elə. Belə dua eləyərlər. Allah'a and verə izzət və cəlalı xatirinə. Allah Teala bizi Şaban ayına əhəmiyyət verənlərdən qərar versin inşallah. Allah Teala bu ayın xeyrindən, bərəkətindən bizləri binəsib eləməsin inşallah. Allah Teala bu aya xatir, kiminlə müşkülü var, çətinliyi var, Allah Teala tezliklə müşküllərini, çətinliklərini həlli alsan eləsin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali Peyğəmbərə səlavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed və accil faraca. Bəd varis o bivarislər dünyasını dəyişmiş alimlər, abidlər, şəhid və siddiqlər ruhları şad, səlavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Məscid, mənbər inşa eləyənlər, məxsusən bu məscidi, minbər inşa eləyənlər var, haqq dünyasındadılar. İstirahət ruhları haqqında səlavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed və accil faraca.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبي إلهنا وطبيب نفوسنا أبي القاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء وعلى حسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صل على محمد وآل محمد اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله sizi və özümü ilahi təqvaya riayət eləməyi tövsiyə eləyirəm. Dedik ki, Şaban ayı mövludlar ayıdır. Bu günləri də ağamız, sərvərimiz, imamətin, vilayətin 3-cü günəşi olan Həzrəti Əba Əbdillah İmam Hüseyn əleyhissalamın mövluduna təsadüf eləyib. İkinci xütbədə istəyirəm elə bir qədər İmam Hüseyn əleyhissalam haqqında danışaq. Zaten onsuz da sözümüzün əvvəli, axırı Həzrəti Əba Əbdillah İmam Hüseyn əleyhissalamdır. Günlərin, ayların, saatların, dəqiqələrin, saniyələrin fərqi yoxdur. Xahiş eləyirəm ki, gəlin baxaq hədislərə, İmam Hüseyn əleyhissalam haqqında olan hədislərə. Gəlir növbə hədislərdə İmam Hüseyn əleyhissalama çatanda hədislərin, sözün, cümlənin ləhni dəyişir. Sözün ahəngi dəyişir, mənası dəyişir. Kim ona yaxındırsa, bura yaxındırsa, yaxınlaşdısa, İmam Hüseynin adına, məclisinə, ziyarətinə yaxınlaşan kimi qəbul edirlər adamı. Şərtlər hamısı atılır kənara, şərtləri qoyurlar kənara. Deyirlər, Hüseyn var, burada Hüseyn var. Buyurur ki, əgər onun adını tutub gəlmisənsə, xoş gəlmisən. Hüseynə yaxınlaşanları bu cür qarşılayırlar. Yaxınlaşan kimi İmam Sadiq əleyhissalam buyurur ki, kim istəyir dünyadaykən anam Zəhranı sevindirsin, Hüseynə tərəf geçsin. Deyir, müşkülatı olanlara, çətinliyi olanlara deyiblər ki, fəfirru iləl Hüseyn, Hüseynə tərəf qaçın. Qaçın Hüseynə tərəf. Düyünlərin açılması oradadır. Çox önəm verək. Çünki Allah razı olmazdı ki, dostu tikə-tikə doğransın. Allah buna heç vaxt razı olmazdı. Allah bizim əlimizdən tutmaqdan ötürü Hüseyni qətligaha göndərdi. Hüseynin qanı hədər qan deyil, ucuz qan deyil. Allah o qanın hər qətrəsinə dəyər verir. Razı olmazdı ki, Hüseyni göndərsin. Heç vaxt razı olmazdı. Ona görə göndərdi ki, bilirdi ki, biz bu yolu gedə bilməyəcəyik. Bir qurban lazım idi. Bir qurban lazım idi. Çətinlikləri o götürsün üzərinə, biz rahatlıqla bu yolu gedə bilək. Biz rahatlıqla bu yolu gedə bilək. Ona görə göndərdi Həzrət İmam Hüseyn əleyhissalamı qətligaha. Göndərdiyi yolu asanlaşdırsın deyənə. Dünyada da bəşəriyyətin nicatı İmam Hüseyn əleyhissalamdandır. İmam Zaman deyir, zühur eləyəndə Kəbəyə söykənib deyəcək ki, mən susuz öldürülənin oğluyam. Mən onun oğluyam. Mələklər deyəcəklər ki, ya Farətəl Hüseyn, ay Hüseynin intiqamını alan, yeri göyü Hüseyn sədası bürüyəcək. Hüseyn nicat verəcək bataqlıqda olan bəşəriyyətə. Peyğəmbərlər hamısı Allaha bəndəlik eləyiblər. Gəliblər bir məqama, bir yerə çatıblar ki, Allahla aralarında bir dənə fasilə qalıb.
Onu aşmaqdan ötürü, o bariyeri keçməkdən ötürü Allah Teala aparıb hamısını İmam Hüseyn əleyhissalama tərəf. Hamısını aparıb İmam Hüseyn əleyhissalamda ağlatdırıb İmam Hüseyn əleyhissalam üçün. Ondan sonra deyib ki, gəl indi səni qəbul elədim. Bir yerə qəbul olunmaq üçün, məsəl üçün, imtahan verir də tələbələr. Deyirlər, məsəl üçün, o imtahanın fənləri bundan ibarətdir. Bu proqram bu üzrədir, bu fənlərdən imtahan verəcəksən. Ən çox balı, məsəl üçün, filan fən verir. Allahın da irfanında ən çox balı İmam Hüseyn əleyhissalam verir. Ona bağlılıq verir. Ona hər hansısa bir bağ, onunla bağlı olmaq. Bura gələn kimi hər şeyin qiyməti qalxır. Adəmin tövbəsini elə belə bilməyin. Həyat fəlsəfəsidir Həzrəti Adəmin tövbəsi. Adəm ki, tövbə eləyir, əvvəl deyir, ilahi, biz özümüzə zülm eləmişik. Rabbənə zələmnə ənfusənə. İlahi, biz özümüzə zülm etmişik. Və in ləm təğfir lənə və tərhamnə lənəkunənnə minəl xasirin. Əgər bağışlamasın, rəhm eləməsin, biz ziyankarlardan olarıq. Kifayətdir bu tövbə üçün, deyir, yox. Gərək Hüseynin göz yaşını qatasan bu tövbəyə. Tövbə yolu o zaman sürətlənəcək. Ona görə göydə adlar görür. 5 dənə ad görür, bir-bir sayır. 5-ciyə çatanda Adəm əleyhissalam hələ ilk yaradılışdır. Deyir, ilahi, boğazım qəhərlənir. Deyir, ilahi, bu kimdir? Bunun adını çəkən kimi halım dəyişdi. Allah Adəmə Hüseyndən xəbər verir. Və Adəm əleyhissalam başlayır, ağlayır. Deyir, indi bağışlandın, indi səni bağışladım. Bunun, belə deyək, rəmzi mənaları var. Dərin sirləri var, dərin sirləri var. Bizim, belə deyək, başa düşdüyümüzdən də dərin sirləri var. Mahiyyətin bilmirik. Biz bu qədər iddia olduğun, daha doğrusu biz bu qədər ciddi olduğun bilmirik məsələnin. Bizim bildiyimiz, başa düşdüyümüz, bilirsiniz nəyə oxşayır? Bizim başa düşdüyümüz məsələ buna oxşayır. Bir dənə ziyafət olar, nəsə məclis olar. Uşaqları görərsən ki, gətirərlər o məclisə, uşaqlar qaçarlar. Onlar bilməzlər ki, məclisin mahiyyəti nədən ibarətdir. Məsəl üçün, götürüb gələrlər uşaqları, onlar başa düşməz ki, yas məclisidir, toy məclisidir, nişandır, nədir. Elə onlar üçün oynamaqdır. Bizim bu məsələlərdə başa düşməyimiz o misaldadır. Bəzən biz bu məsələləri dərindən başa düşə bilmirik. Yol gedənlərin hamısı deyib, ən azı həftədə bir dəfə Hüseynlə təmasımız olsun. Həftədə bir dəfə. İmam Hüseynin adı çəkilsin 5 nəfərlə, 3 nəfərlə. Həftədən bir dəfədən o tərəfəni keçməsin. Çox olsun ki, az olmasın. Və bu xütbəni, bu danışığı, bu söhbəti bir kəlmə ilə ifadə etsəm, belə deyərdim ki, bir kiçik qardaşımız kimi deyirəm. İmam Hüseyni gəlin ciddiyə alaq. Həzrət İmam Əba Əbdillahı gəlin ciddiyə alaq. Ciddi yanaşaq. Özü də kimə deyək? Onu sevənlərə. Onu sevənlərə. Sevənlər ciddiyə almırlar. Sevənlər önəmini başa düşmürlər. Hamımızdan aşağı burada mənəm. Amma başa düşmürük ki, kimdir Hüseyn? Elə bilməyin, nəyisə, belə deyək, şişirdirik. Heç buna ixtiyar da verilməyib bizə ki, nəyisə şişirdək, belə deyək, olduğundan böyük göstərməyə çalışaq. İndi, məsəl üçün, bugün Mövlud-i İmam Hüseyn əleyhissalamdır. Götürək, onun haqqında şişirtmə deyək, yox, belə heç buna ixtiyar da verməyiblər bizə. Hələ nə desək azdır. Deyir, bir günləri İmam Hüseyn əleyhissalam deyir, birinə köynək verdi, köynək bağışladı. Bilirsiniz, ərəblərin köynəyi biraz uzun olur. Deyir, o onunla ibadət elədi bir müddət, sonra köynəyi yuyandan sonra gördü ki, köynəyin cibində demə türbət varmış. O qarışdı suya. Gəldi ki, ağa, deyəsən köynəyin cibində türbət var idi. Deyir, bəli, biz hamımız yanımızda cəddimiz Əba Əbdillah İmam Hüseyn əleyhissalamın türbətini daşıyırıq. Məsum şəxs hələ, bu məsum şəxsdir. Deyir, biz hamımız cəddimiz Hüseynin türbətin yanımızda gəzdiririk.
Ona görə də Kərbəla sıradan bir hadisə deyil. Bəşəriyyətə nicat verməyə gəlib Kərbəla. Maniyələri aradan aparmağa gəlib Kərbəla. Və yavaş-yavaş sözümü bitirirəm. Onu görəndə Həzrəti Əli əleyhissalam, atası Əmir əl-Möminin həmişə durardı ayağa. İmam Hüseyin əleyhissalamı görəndə deyərdi ki, bi əbi əntə və ummi, atam anam sənə fəda olsun. Düzdür, mövludda qəmli danışmazlar, amma neyniyək ki, qəm onun doğum gününə də sirayət eləyib. Qəm onun doğum gününə də qarışıb. Bu yeganə adamdır ki, dünyaya gələndə sevinç göz yaşına qarışdı. Hamı ağlayır. Dedi ki, bi əbi əntə və ummi. Hər dəfə deyirdi bu. Anam atam sənə fəda olsun, atam anam sənə fəda olsun. Tez-tez deyərdi. Ya abrətə kulli mümin. Ey bütün möminlərin gözünün yaşı. Ey bütün möminlərin gözünün yaşı. Möminlərin gözünün yaşı. İstənilən Peyğəmbərin adını deyin. Məsəl üçün, deyin Adəm, deyin Nuh. Ziyarətnamələrdə var ya, Əssəlamu alə Nuhin nəbiyyillah, Əssəlamu alə İsa ruhillah, Əssəlamu alə İbrahim xəlilullah. Hamısını deyirsən, halın dəyişmir. Amma elə ki, gəldin, dedin, Əssəlamu aleyk ya Əba Əbdillah, insanın içərisində bir ixtiyar nəsə dəyişir. Allahümmə salli alə Muhammed və ali Muhammed. Atası Əmir əl-Möminin deyir ki, sən möminlərin gözünün yaşısan. Son nəfəsinəcən yazırlar ki, Əba Əbdillah günahkarları düşündü. Günahkarların yanında idi. Sizin, sənin, mənim, bizim yanımızdaydı. Dua elədi Allaha ki, kim mənə tərəf gəldisə, ilahi onu qəbul elə. Birdən bir sual yaranar ki, nə oldu elə, nə qədər asanlaşdırırsınız məsələni? Elə gəl İmam Hüseynə tərəf düzəlsin. Yox, məsələ buradadır ki, hər adam da ona tərəf gələ bilmir. Məsələ bundan ibarətdir. Allah hər adama icazə vermir ki, ona tərəf gəlsin. Bir dənə hədis var, axşam mən bunu paylaşdım. Gözəl hədisdir. Çox oxumalı, eşitməli bir hədisdir. Buyur ki, İzə əradəllah bi'abdin xeyran qazəfə fi qalbi hubbəl Hüseyn və hubbə ziyarətih. Allah bəndəsinə deyir, xeyir vermək istəsə, onun ürəyinə Hüseynin məhəbbətini və onun qəbrinin ziyarətin məhəbbətini salar. Ziyarətinin məhəbbətini salar. Təbiidir də adamı atarlar cəhənnəmə. Bu təbii bir haldır. Cəhənnəmə düşənlər olacaq. Adam getmək istəməz. Bu təbii. Heç kim cəhənnəmə getmək istəməz. Quranda ayə var ki, cəhənnəmə insanları çəkə-çəkə apararlar. Heç kim getmək istəməz. Bu yandan ayə var ki, cənnətə də çəkə-çəkə aparacaqlar bəzi insanları. Bu ayə insanı biraz təəccübləndirir. Bir adamı cənnətə göstərəsən, bir adamı cənnətin yolunu göstərəsən, o gedməyə, ora onu güclə, zorla çəkə-çəkə aparasan cənnətə, adam orada təəccüblənir. Necə olur ki, adamı da cəhənnəmi başa düşdük, cəhənnəmə heç kim getmək istəməz. Amma cənnətə də bir qrup insan olacaq ki, onları çəkə-çəkə aparacaqlar. Bir dənə təfsir var, ona baxanda, onu oxuyanda insana məlum olur. O ayənin mənası açılır orada. Deyirdi ki, o təfsirdə bu Hüseynə və onu sevənlərə aiddir bu ayə. Qiyamət günü onunla deyir, Hüseynlə görüşəndə bir qrup insanlar, onu sevənlər valih olacaqlar, məst olacaqlar. Ona baxmağa məst olacaqlar, valih olacaqlar, ona baxmaqdan daha doğrusu cənnət yadlarından çıxacaq. Deyəcəklər ki, gəlin cənnətə. Deyərlər, gəlin cənnətə. Yazırlar ki, heç kim yerindən tərpənməz. Deyir, həmin şəxslər bu cür deyərlər. Deyərlər ki, Hüseyndən ayrılıb hansı cənnətə gedim mən? O nə cənnətdir ki, orada Hüseyn yoxdur?
Deyir, zillənərlər İmam Hüseynə baxmağa, mələklər deyir, çəkə-çəkə, güclə onları cənnət apararlar. Hüseyn belə bir eşqdir ki, cənnətin şövqünü söndürür. Hüseynin belə bir cazibəsi var. Hüseynin adının da cazibəsi var. Ruhanilərdən, alimlərdən biri deyirdi. Deyir, bir xanım var idi, özü danışırdı deyir bu, Polşalı bir xanım idi. Onun İslamı qəbul edilməsi və İmam Hüseyn İslam'a bağlılığından söhbət gedir. Deyir, necə oldu ki, sən İmam Hüseynə bağlandın? Deyir, bir gün bir sərgidə, foto sərgi idi, bir şəkil gördüm orada. Dedim ki, bu nə məsələdir, nə şəkildir? Bu Ərbəyin ziyarətinə gedənlərin şəklini çəkib sərgidə sərgiləyirlər. Deyir ki, bu Hüseyn adında bir şəxs var, Peyğəmbərin nəvəsidir, Kərbəlada şəhid eləyiblər. Bu şəkil onun ziyarətinə gedənlərin, zəvvarların, ora axın olan bir şəkildir. Deyir, ondan sonra deyir, mən halım dəyişdi, qəribə oldum. Deyir, sonra elə hər dəfə Aşura günündə deyir, şirniyyat alıb ehsan paylayırdım iş yoldaşlarımın arasında. Deyir, paylayırdım, soruşurdular onlar bu mənim ki, bu nə münasibətləndi. Deyir, mən deyirdim ki, belə bir şəxs var, Kərbəlada şəhid eləyiblər, o niyyətlə mən bunu. Deyir, kim Hüseynin adını eşidirdi, halı dəyişirdi. Ona görə də Avropanın qulağına bir dənə Hüseyn adını pıçıldayan lazımdır. Pıçıldayan lazımdır. Və İmam Hüseyn əleyhissalamın adında cazibə var. Və son mənzilə yola salanda, insana gətirib qəbrə qoyanda bunu bir alim danışırdı. O alimə də bir şəxs danışırdı, yuxu görüb. Deyir ki, mənim bir dostum var idi, elə də əməl sahibi deyildi. Bu dünyasını dəyişdi, günahkar insan idi təbii ki. Deyir, gördüm ki, bunun məqamı orada çox yaxşıdır. O məqama sahib olacaq, burada bu dünyada heç bir əməl sahibi olmayıb bu. Heç bir əməl sahibi olmayıb bu. Deyir, bundan bu məsələdir ki, necə oldu ki, sənin yerin belə gözəl oldu burada? Sən ki, bu qədər əməl sahibi deyildin. Deyir, heç nə. Deyir, gətirdiniz ki, məni qoydunuz qəbrə, çıxdınız, getdiniz. Sorğu-sual mələkləri gəldi. Qəbir sıxdı məni, mən deyir, həyəcanlandım sorğu-sual vaxtı. Deyir, o mələklər mənə sual verdilər. Mən Rəbbuk, kimdir Rəbbin? Deyir, həyəcandan dilim tutulub deyə bilmirəm. Hər şey yadımdan çıxdı, deyir, həyəcandan. Deyir, fəzanı, deyir, əzab fəzası bürüdü. Ab-hava dəyişdi, əzab fəzası bürüdü ətrafımı. Deyir, yenə sual verdilər, mən Rəbbuk, kimdir Rəbbin? Deyir, hər şey yadımdan çıxıb, həyəcandan hər şeyi itirmişəm, heç nə yadımda deyil. Deyir, elə birdən anidən qeyri-ixtiyari öz adım yadıma düşdü. Deyir, qayıtdım, dedim ki, adım Hüseyndir. Adım Hüseyndir. Deyir, bunu dedim. Deyir, bir də gördüm ki, fəza dəyişdi, rəhmət fəzası gəldi. Bir nurani bir şəxsiyyətdir, zahir oldu, görsəndi. Bir seyyid, bir ağa. Deyir, mələklərə qayıtdı ki, nə istəyirsiniz, əl çəkin, eşitmirsiniz ki, deyir, adım Hüseyndir. Deyir, gəldi, tutdu, əlimdən apardı. Deyir, mən sual verdim ki, ağa, siz kimsiniz? Kimsiniz, burada mənə kömək elədiniz? Dedi ki, mənim də adım Hüseyndir. Mən də Hüseynəm. Allahümmə salli alə Muhammed və alə Muhammed. Dedi ki, mən də Hüseynəm. İndi bu o demək deyil, adı hər Hüseyn olan elə nicat tapacaq. Amma yox, orada əsas nədir? O bir bağlılıqdır, bir bağ atmaqdır onlarla. O bağ atmaq olanda, bir adın da onların adından olanda, o ümid, o bağlılıq gəlir səni, o məhşərdə, o sorğu-sualda başlayır, əlindən tutur. Onlar, yəni Allah necə ki, bəhanə axtarır bəndəsini bağışlamağa, Əhl-i Beyt də elədir, Peyğəmbər də elədir. Onlar da bir tutacaq yer axtarırlar ki, Allaha onu bağışlatdıra bilsinlər. Allaha and verir, izzət və cəlalı xatirinə. Allah Teala Əba Əbdillah İmam Hüseyn əleyhissalamın bu dünyada ziyarətin, üqbada şəfaətin bizlərə nəsib eləsin. Qəbrin ilk gecəsi ki, ağır günlərdir, ağır gecələrdir. Allah Teala orada Əba Əbdillah İmam Hüseyn əleyhissalamı hazır nazir qərar versin.
Allah Teala bizi Əba Əbdillah İmam Hüseyn əleyhissalamın imamətindən, vilayətindən ayrı salmasın inşallah. Allah Teala bu cəmə bütün əhl-i beytin, bütün məsumların ziyarətini nəsib eləsin inşallah. Allah Teala inşallah ki bu ayların xeyrindən, bərəkətindən bizləri binəsib eləməsin. Allah Teala inşallah ki gələcəkdə, qabaqda olan Ramazan ayını da bizlərə nəsib eləsin inşallah. Allah Teala xəstələr var, mərizlər var. Xüsusən, məxsusən nəzərdə olan xəstə və mərizlər hər birini Allah Teala indi sabahları, birisi gün mövlud günləridir. İmam Səccad əleyhissalamın, Həzrəti Əbəlfəzl Əbbas əleyhissalamın hacətlər qapısıdır. Həzrəti Əbəlfəzin bir adı da Babəl Həvaicdir, hacətlər qapısı deməkdir. Allah Teala hacətlər qapısına xatir inşallah hər birimizin hacətini bərabər də bir xətmi xeyr eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat zikr eləyək.